Hər kəsə salam əleykum. Bu gün sizlərlə birlikdə İlkin Xəlilin videolarına baxırıq. Hələ də kanalıma abunə deyilsinizsə aşağıdan kanalıma abunə olub bu videomu da like atmağı unutmayın. İllər sonra X ilə qarşılaşmaq. Neynirsən? Necəsən? Haralardasan? Çoxdandır görmürəm səni. Hə, sənlə ayrılandan sonra çıxdım getdim şəhərdən. Qala bilmədim burada. Şəhərdən getdim deyəndə ki, Kənd Əhməddə qalıram da. Hə, başa düşdüm. Sən nə edirsən? Mənəm də işlə. Öz biznesimi qurmuşam. Yaşayıram da özüm üçün həyatda da. Biznesimi qurmuşam deyəndə ki, hər gün çıxıram şəhərə. Ondan 3 manat, bundan 5 manat. Yadında mənə darçınlı salat düzəltməyi öyrədəcəydin. Hə, yadıma gəlir. Sən də öldürüm səni. Nə var onu düzəltməyə? Kökdür də alırsan, doğrayırsan, üstünə darçın vurursan, basıb yeyirsən də. Dəyişməmisən. Hələ də eyni öküzsən. Sən də dəyişməmisən. Zırt dəyişməmisən. Nə günə qalmısan ha sən? Yenə mənlə gəzəndə hələ gəlirdin. Xalı yoxşursan. Səhərlər ulan yeyirlər. Yaxşı, tutmayım səni. Harası tələsirdin deyəsən. Hə, təzə iPhone 17 Pro Max zakaz eləmişəm. Onu götürməyə gedirəm. Bir də Sibircə dəyməliyəm. Ola bilsin oradan ev götürdüm. Yalan deyirəm sevgilim. Hər bir daydayın telefonunda olan o mistik video. Dağ var qəşəng. Meşəlik. Mənim qonşumda. Nasılsın? Onu al bir telefondan sen. Yox, TikTok-a var. Adetərsiniz. Dənəli çək. Təşə, bu meşəni də çək. Dağı da çək. Dağı çək. Dağı. Dağlardan Dağı çək. Dağı çək. Zor video Dağı değil. çək. Dağı. De. Dağı çək. Oha. Çəkdim də onu bax. Dağ. Deməli, nə yupqa geyinsən, nə şalvar. O, bu ayaqqabını geyindin əylə, üstündən də bir dənə qəşəng. Əmoğlu, xoş gəlirsən. Ayaqqabını çıxart gəl. Şalvarını çıxardıb gəlirsə. Atam evlənməmişdən qabaq. Atam evlənməmişdən qabaq zordur ki. Həyat dolu adam olub. Evləndikdən sonra yuxuda da rahat yoxdur. Deməli bana 2015. o vaxt buralardan babana torpaq verirdilər. Götürmədi kişi. Dedi, nə lazım, buralar nöyti verir. İndi bütün nəsil başda da mən olmaqla o kişinin gorunu tez-tez yad edir. Ay kişi, bunlardan tərəfdə qəşəng torpaqlar var ucuz qiymətə. Gedəsən də 3-5. Ora yerdir, dünyanın o başı, səsə danışma. Gəl bala, gəl. O vaxt babama buradan yaxşı qiymətə torpaq verirdilər. Götürmədi kişi. Dedi, nəyimə lazımdır, boş söhbətdir. İndi bütün nəsil onun gorunu yad eləyirik. Hamıya lağ etdikdən sonra mənim reels Az vaxt o asıldı. reelsə TikTok-a. Gəlmişik bir söhbət eləyək. 100 ildir görmürsən məni. Ya ver bura bir telefonu. Aha. Başladı özü izləmək. Zor valla. Aha Talih. Talih be. Fırat görə maraqlı nə video var? Qəşəng qaqa. Orada qaldı ya bu. Bu kimdir? Dostumdur Hilal. O da bizdən gələcək. Hayda. Başa düşmədim. Dostum neydi? Evet, olma geydi. O Kürbaşın maşından nasıl səs gəlir? Tuta bilmirəm. Bu səs nədən Onun gəlir? üçün artıq deyil bu. Məncə Canik, səndə Stupitsan Podşivnikində səs var. Familius da var. Calaşdırım səni ona ged onu. Çalışdırım sən onunla. Neysə. Sezar zəhmət olmasa. Qardaş, mənə ət straqonov zəhmət olmasın. Deməli əzizim, mənə zəhmət olmasa yarım pors bozbaş, bir pors şirəli dana, bir dənə də qəşəng yekə qırmızı soğan baş. Sağ ol Yox, Şirin. başqa cür şübhələr. Salamat Canik, xoş oldu. Hayda. Qız alladı. Sən balam, nə var Hə, nə? heç nə balam, oturmuşam da. Hilal da burdadır. Yaman, əzizim əllərimə krem sürtmüşəm. Gözdə sənə masaj eləyim. Lütfen qəşəng masaj eləyim. Alo. Alo. Hayda. Atanla həkimə getmisən. Hə. Apar uşağı görsət. Nəsə sualınız olsa məni Nə sualım olacaq? Mən uşağım bilmirəm nə var nə yox. Davay oldu. Aha. Dəhşət deyə var. Yeri belə, belə ara gəl. Salam əleykum doktor. Xoş gəlmisiniz. Uşağın neçə yaşı var? Çətin sual verdi həkim. Atanla ayaqqabı almağa getmisən. Həqiqətən belədir, belə qapda bax məsələn.
Vay ya. Yox, qəşəng qabıdır, möhkəmdir. Niyə sevərsiniz bunu bala? 55 manat ağsaqqal. Bu görüm. Ala. 70 qəpik, bəsinizdir. Ala keçi də ağına. Naxçıvanlı deyirsən. Operator hanı bə? Buradayam. Aktyorlar gəlsin. Salam Arazım. Deməli İlçin Hilal, biz aksiyon çəkəcəyik. Sizlər ki yolla geyirsiniz, toqquşub belə yıxılırsınız da, bildin necə? Arazım mənim çəkib, prosta mən biraz zədəliyəm. Onlar dublör oynasın o yerini. Be. Rəssam, bir dənə İlçinə tez dublör təşkil elə. Aha, dublör gəldi. Hə, yaxşıdır. Yaxşıdır, qəşəngdir. Açığı məndə biraz zədəliyəm. Dublör olsa əla olardı. Be, amma olmaz ki, rəssam, bir dənə Hilala da dublör təşkil eləyin tez. Buyurun. Bu nə də? Oxşamır axı. Necə oxşamır müəllim? Kopyası deyə sırğası da var, bax. Nəysə, yaxşı. İndi bizə romantika lazımdır. Da bildiniz necə? Bir dənə öpüşün. Nə danışsan ki, nə öpüşmək? Necə ya öpüşmək nədir? Videolarınızda öpüşmürsünüz bən ya. Öpüşün. Harold yo obrazı, nə ağzına gələn danışırsan sən? Ala bu reklam deyil, satira deyil. Biz vəbşi nəyi reklam edirik? Məhsul nədir? Məhsul ordubot sucu. Ordubad sızdır. Çəkilmənəm elə şeyə. Be, bəs sizin ərazi 50 min biz nə veririk? Qaydın görün, mənim mollalıq eləməyin. 50 min. Ay sizi. Super. Ordubot sucuqlar. Bol cavazlı, çox Çox ləzzətli. Durduq yerə atalar. Neynirlər ki? Aha. Aha. İngilisinin qaşığı nədir elə? Su. Yox. Nə idi? Nə deyirdilər? Onlarda. Bizdə. Bakı küləklər şəhəridir. Möhtəşəm əsərdir. Təbrik edirəm. Siz çox xoşbəxt atasınız. Oğlunuz çox istedadlıdır. O gör kimin oğludur? Akifin oğludur. Mən o potensialını da gördüm, yazdırdım onu rəsmə. Dedim bana, sən rəssam olursan. Ata, mən rəssam olmaq istəyirəm. Sən yumuşaqsan bana. Rəssam nədir? Damadın uşağı hərbiçi olur, nə bilim, həkim olur, mühəndis olur. Yer özünü kişişir hə. Akif, təbrik edirəm. Deyir gədən badminton üzrə Avropa çempionu olur. Təbrik edirəm. Sağ olun, çox sağ olun. Gör kimin oldu? Akifin oldu o. Ata, mən badmintona başladım. Sən geysən bana. Badminton nədir? Camaat boksa gedir, güləşə gedir. Yer özən mərfətli məşğuliyyət dəfə. Akif. Oy. Eşitdim bu oğlunun şotuna dünyanın zadı gəzirsən, Dubaya gedirsən. Oğlumun şotuna dəyəndəki o kimin oğludur? O Akifin oğludur, elə bir adamın oğludur. Səhər oyanıb 3 saat rilsə baxdıqdan sonra əl üzümü yumağa gedirəm. Hayda. Amma bu bəndə də belədir. Bilmirəm sizdə belədir ya yox. Dostum mənə gey deyəndə. Gey mənə dostum deyəndə. Ay zivil. Uşaq vaxtı ana ilə marketə gedəndə. İndi gedəndə hiss etdiyim. Ay zivil. Qoruma kimi hiss edirsən özünü. Özüm iPhone 17 alaram. Altı ayda maaşımı sıxan tutmuşum. Tanış. Sən qadan alım, sən Allah üzrə say. Gözlətdim ey səni. Eybi yox burada, olan şeydir. Gedək. 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 Harada qalmışdın? Yenə tualetdəydin. Qaqa gəldim də. Dəhşətsən. Yaxın dost. Nə mahnı oxusan? Haradasan? Mən səni 1 saat gözləməliyəm. Allah gözləməlisən. Hardan gözləməliyəm? Vaxtında gəl, vaxtında çıxa gedək. Bundan sonra dalımca gəlmə. Bir də harasa aparasa yalvarıram. Sən ya dalınca gəl. Belə bundan sonra gələ gəl. Yaxşı, Allah şəfa versin. Nə oldu? Abi şamxal yoxdur. Ha. Barmağın qırıb gələ bilmir axı. Ay
Hayda. Nə olub bura? Ha bu şamxal var. Barmağın kəsib vəziyyəti pisdir. Vay, vay, vay. Nə oldu bura? Mənə də deyin də. Bura şamxal yıxılıb, qolu qırılıb, kəsiblər bunu, xəstəxanadadır. Vay, yazım uşaq. Nə olub bura? Nə məsələdir? Allah bura şamxalın yanında raket partlayıb cır-cır olub lan içindədir Vay, Bura nə olub? Nə məsələdir? Qeybət Allah həqiqətən şamxal belə yoxdur. bir şeydir. O heç nədə onun arvadı gezir. Hayda. Aha. Telefon danışır. İşlərdə telefon danışır. Hayda hara gəldi çıxdı. Amma həqiqətən belə telefonla danışa yerimək çox super. Zalda bu hərəkət edəndə hiss etdim. Ey neysə. Neyse. Dostlar bugünkü videonun sonuna geldik. Videomu beğendiyse like atıp aşağıdan da kanalıma abone olmayı unutmayın. Gelen videoda görüşmek üzere ve bunu da unutmayın ki sevilirsiniz.